Salam hörmətli abituriyentlər, 19-cu əsrin 30-cu illərində komendant idarəçiliyinə qarşı Azərbaycanda üsyanlardan danışacağıq. Komendant idarəçiliyi hərbi idarə etməkdir və insanlara zülm verirdi. Komendantların ölüm hökmü vermək hüququ yox idi, amma bunu da eləyirdilər. Gimbud, yəni bir komendant idi Azərbaycandakı, nəzir pulunu da mənimsəyirdi. İlinski bir komendant idi Azərbaycanda ki, cəmaatı suda boğdurub öldürmüşdü. Millət boğaza yığılmışdı. Və Azərbaycanda üsyanlar olur. 1830-cu ildə Carbalakəndə üsyan başlayır. Səbəbi Rusiyanın Carın daxili müstəqilliyini ləğv etmək istəməsi idi. Carların da Rusiyaya borc ödəməkdən imtina etməsi idi. Rus ordusu Cara daxil olur. Carbalakənin daxili müstəqilliyi ləğv edilir. Şeyx Şaban və Həmzət bəyin başçılığı ilə dağlılar köməyimizə gəlsə də üsyan yekunda məğlub olur və amansızlıqla yatırılır. 1831-də Lənkəran üsyanı baş verir və Mirhəsən xan başçılıq eləyirdi. Keçmiş Lənkəran xanı. Əhali ona məktub yazmışdı. O Qacarlara sığınmışdı, İranda idi. Əhali ona məktub yazır ki, gəl, kömək elə, üsyanı başçılıq elə. O da gəlir. 1831-ci ildə Mirhəsən xanın başçılığı ilə Lənkəran üsyanı olur və üsyan amansızlıqla yatırılır. Mirhəsən xan təzədən Cənubi Azərbaycana qayıdır. 1837-ci ildə Qubada Hacı Məhəmməd üsyana başçılıq eləyir. Komendant idarə üsulunun ən ağır formada təzahür etdiyi bölgə Quba əyaləti idi. Əhali hökumətdən Quba əyalətindən atlı toplanmasının dayandırılmasını, komendantların vəzifələrindən azad edilməsini, vergi və mükəlləfiyyətlərin ləğv edilməsini tələb edirdi. 1837-də Hacı Məhəmmədin başçılığı ilə üsyan başlayır. Şeyx Şamil Quba üsyançılarına öz dəstəyini ifadə etmişdi, məktub yazmışdı. Amma bu üsyanda Rusiya tərəfindən çətinliklə də olsa yatırılır. Üsyançılar Sibirə sürgün edilir, Hacı Məhəmməd isə dar ağacından asılır. 1838 Şəkidə Məşədi Məhəmmədin başçılığı ilə üsyan olur. Digər əyalətlərdəki kimi Şəkidə də ağır vergi və məmur özbaşınalığı bu üsyanın əsas səbəblərindən idi. 1838-də Məşədi Məhəmmədin başçılığı ilə Şəkidə üsyan olur. Lakin qüvvələrin qeyri-bərabər olması səbəbindən bu üsyanda məğlub olur. Amma bu üsyanlar məğlub olsa da nəticəsiz qalmır. Rusiya müstəmləkəçilik siyasətini yumşaltmağa və islahatlar keçirməyə məcbur olur, hərbi idarə etmə sistemini dəyişməyə məcbur olur. Bundan sonra artıq Azərbaycanda islahatlar həyata keçirilir. Belə, dəyərli yoldaşlar, 19-cu əsrin 30-cu illərində komendant idarəçiliyinə qarşı üsyanlar mövzusunu izah etdim. İndi isə vəsaitimizdən mövzunu öyrənək. Hər birinizə uğurlar arzulayıram. Hələlik.